Salam dostlar, hər vaxtınız xeyir olsun. DİM-in 20 sınağına, 3-cü qruplar üçün olan blok imtahanına hazırlıq suallarına baxırıq. İlk sınağımız, birinci sınağımız, mövzumuz fonetikadır. Keçək suallarımızın izahına. Deməli, ilk sualda bizdən Eyler-Venn diaqramına uyğun, yəni doğru fikirlər istəyir. Diaqnoz sözü verib və fəxriyə sözü verib. Diaqnoz sözündə tələffüz zamanı bir dənə y samiti əlavə olunur. Fəxriyə sözündə isə qoşa y-lardan bir dənəsi düşür. Deməli, ikinci hecada ancaq saitdən ibarət. İkinci heca diaqnoz sözündə diaqnoz şəklində olur. Yəni, ikinci hecada sait və samit iştirak edir. Ona görə birinci fikrimiz yanlışdır. İkinci fikirdə deyir ki, səslərin sayı hərflərin sayından çoxdur. Bəli, tələffüzdə bir səs əlavə olunduğu üçün səslərin sayı çoxdur. 2 doğru fikirdir. 3-də tərkibində xışdırıq samitin cingiltili qarşılığı, xışdırığın özü yox, qarşılığı. Xışdırığın qarşılığı da nədir? Y səsidir. Y samitidir. Deməli, həm diaqnoz sözündə, həm fəxriyə sözündə y var. Ona görə 3-ü də götürürük. Dördüncü fikir fəxriyə sözünə aiddir. Səslərin sayı hərflərin sayına bərabərdir. Burada səs düşmə hadisəsi olduğu üçün bərabər deyil. 4 yanlış fikirdir. Və 5. Ahəng qanuna tabidir. Bəli, fəxriyə sözü incə saytların ahəngi gözlənilir. Cavabımız olur 2, 3 və 5. B variantı. İkinci sual. Sətirdən sətirə keçməyən sözləri müəyyən eləyək. Biz bilirik ki, sözlərdə əgər sətir hecalara bölən zaman saf heca, yəni bir saitdən ibarət heca varsa, bu sətir sonunda qalmır və növbəti sətirə də keçmir. Məsələn, əziz. Əziz sözünü biz sətirdən sətirə keçirə bilmirik. Maraq. Maraq sözü keçir. Ona görə A variantını çıxırıq. Uşaq. Uşaq sözü də keçmir. B variantında tələ, hiylə, iynə. Bu sözlərin hər biri sətirdən sətirə keçir. Rəssam. Rəssam sözü keçir. Elan. Elanı keçirə bilmirik. Otlaq. Otlaq da keçir. C variantında da yoxdur. Ulduz. Ulduz sözü hecalara bölünüb sətirdən sətirə keçir. Amma kənd və elm sözləri bir sait olduğuna görə hecalara bölünmür, sətirdən sətirə keçmir. Yerdə qalır Y variantımız. Y variantında uzaq, əmi, işıq bu şəkildə hecalara bölünür və ilk hecalarımız saf heca, yəni bir saitdən ibarət olduğuna görə sətirdən sətirə keçmir. Y variantı doğru fikirdir. Növbəti 3-cü sualımız. Deməli, 3-cü sualımızda K hərfi ilə bağlı fikirlər istəyir bizdən. Biraz uzaqlaşdıraq. Deməli, K hərfinin tələffüzü ilə bağlı uyğunluğu istəyir bizdən. K kimi tələffüz olunsun, xışdırıq, ix kimi tələffüz olunsun, C kimi tələffüz olunsun və K kimi tələffüz olunsun. Baxaq sözlərimizə. Bitkin. Bitkin sözündə C səsini verdiyinə görə A-nı yazırıq 3-ə. İştirak. İştirak sözündə K səsidir. B-ni yazırıq 1-ə. Bakteriya. Bakteriya sözündə K səsini verdiyinə görə C-ni yazırıq 4-ə. C getdi 4-ə. Daha sonra ötkəm. Ötkəm sözündə də C hərfini, C səsini eşitdiyimizə görə bunu da D-ni də yazırıq 3-ə. Daha sonra tamahkar. Tamahkarda K olduğu kimi qalır. Y yazırıq 1-ə, Y variantı. Tank. Tank sözündə K səsini eşidirik. Bu da gedir 4-ə, F variantı da 4-ə və sonuncu çiçək sözü xışdırıq, yəni ilk səsini verdiyinə görə onu da yazırıq 2-yə. Deməli, 1-də B, Y, 4-də isə F, C ilə olan variantımız elə A variantı doğru cavabdır. Növbəti 4-cü sualda cədvələ uyğunluq istəyir. Yazılışı doğru olan söz, yazılışı yanlış olan söz. Xülasə sözü doğru yazılıb. Biri götürürük. Klasik sözündə qoşa S var. Yanlışdır. Mexanika sözü doğru yazılıb. Sırağa gündə S-dan sonra I samiti olmamalıdır. Yanlışdır. Deməli, buradan 1-i və 3-ü götürdük. 1 ilə 3 ilə olan variantımız elə B olacaq. Amma variant suallara sonra kimi baxırıq şərtlərə, variantlara. Yazılışı yanlış olan söz. Kibernetika yox, kibernetika idi. 4 yanlışdır və bizə yanlış lazım olduğu üçün yanlışı götürürük. Komanda sözü düz yazılıb, bizə lazım deyil. Marşrut sözü düz yazılıb, bizə lazım deyil. Və tüstü sözü, tüstü də tüstü. Yazılış forması bu şəkildədir. 4 və 8-i də götürürük.
variantımız olur B. Növbəti sualımız saytlərin növləri ilə bağlıdır. Məntiqi ardıcıllığı istəyir bizdən. Deməli, burada məntiqimiz nədən ibarətdir? Sadəcə saytlərin növləridir. A, I, O və növbəti saytımız olacaq. U saytı, yəni qalın saytlərdir. I, Ü, U növbəti saytımız olacaq. I saytı. Deməli, I saytımız olacaq, yəni qapalı saytlar. Və üçüncüdə A, E, Ə, O, Ö və növbəti olacaq O saytımız. Burada da yəni olur açıq saytlərimiz. Deməli, 1-də oldu B variantı, 2-də oldu I, C variantı, 1-ə B, 2-yə C, 3-ə də D. Yəni variantımız C variantı. Növbəti sualda Y samitindən düzgün istifadəni istəyir bizdən. Mənəviyyat, bəzi sözlərdə biz bilirdik qoşa Y, bəzilərində tək Y var, bəzilərində qoşa Y düşür və s. Bu mövzu ilə bağlı sualdır. Mənəviyyat qoşa Y ilə də düz yazılıb. Məhdudiyyət qoşa Y ilə də düz yazılıb. Burada yanlışlıq tərbiyə sözündədir. Tərbiyə bir Y ilə yazılır. Həm tələffüzdə, həm də elişdə bir Y-dir. Ədliyyə qoşa Y-dir, düzdür. Anarxiya da bir Y-dir yazılışında düzdür. Ciddiyyətin yazılışında qoşa Y-dir, düzdür. Variantımız B variantı doğrudur. Digərlərinə də baxırıq. Xasiyyətdə bir Y-dir. Mərsiyədə bir yox, iki yox, bir Y ilə olmalıdır, yanlışdır. Diviziya doğrudur. Cərrahiyyə, irsiyyət, xüsusiyyət sözündə qoşa Y olmalıydı. Heysiyyət, təhkiyyə də tək Y olmalıydı. Heysiyyət doğru. Belə düzgün variantımız B. Sonrasında növbəti sualımızda hansı sözlərdə ahəng qanunu pozulub? Deməli, baxırıq. Üslub incə qalındı pozulub. Kontekst incə qalın OE pozulub. Rəssam incə qalındı pozulub. Elə A variantımızda ahəng qanunu pozulmuşdur. Digər sözlərə baxsaq, qoşma, yazıcı, burada qalın saytlərin ahəngi var. Təşəbbüs sözündə incə saytlərin ahəngi var. Bənövşə, şeir, müəllif, incə saytlərin ahəngi var. Sığorta, qalın saytlərin ahəngi. Bədbin və şirkət sözündə incə saytlərdir. Vəziyyət, qibtə, ömür sözlərində isə yenə incə saytlərin ahəngi var. Düzgün cavabımız A. Növbəti 8-ci sual vətənpərvərlik sözünün fonetik təhlili ilə bağlı yanlış fikirlər istəyir. Deməli, tələffüz zamanı necə olacaq? Vətənpərvərlik şəklində. Sonluq bu şəkildə olacaq. Vətənpərvərlik. Deməli, 5 hecadan ibarətdir. 1, 2, 3, 4, 5. 5 saytımız olduğuna görə bu fikir doğrudur. Bizə isə yanlışlar lazımdır. Biri çıxartdıq və biri variantlardan da çıxarsaq. Qalır 3 variantımız. Yazılış deyiliş arasında bir fərqli məqam var. Biz baxsaq L samiti R-yə keçir, K isə X-ə keçir. Yəni 1 yox 2 fərqli məqam var. Ona görə 2-ni götürürük. Variantımız 2 ilə olacaq. Ona görə yeni də çıxarırıq. 6 cingiltili 3 kar samit var. Deməli 6 cingiltili V, N, R, V, R, belə 1, 2, 3, 4, 5, 6 cingiltili, 3 dənə də kar, yəni T, P və X-dir. Doğru fikirdir. Bizə yanlış olduğu üçün bunu da çıxardırıq. Deməli, 3 cingiltili samitin kar qarşılığı yoxdur. Qarşılığı olmayan bir dənə N var, bir dənə R var, 2 R var və 3 R var. 3 dənə samit var. Qarşılığı olmayan 3 yox, daha doğrusu 4 dənə var. 3 dənə R samiti, bir dənə də N samiti var. Yəni 4-cü fikir yanlışdır. Yanlış olduğu üçün götürürük. Cavabımız 2, 4 və 5, 6-dan biri olacaq. Ahəng qanuna tabe deyil. Əksinə tabedir. Ona görə 5-i də götürürük. Yanlış fikirdir. Saytlər incədir. Bəli, bu doğru fikirdir. Cavabımız olur 2, 4, 5. Növbəti sualımızda isə deyir ki, hansı bənddə bütün sözlər hecalara düzgün ayrılmamışdır? Yəni sözləri hecalara səhv bölüblər. Melodram doğrudur. Doğru bölünüb. İstanbul doğru bölünüb. Gənclik. A variantı doğrudur. Çıxartdıq. Məktəbli doğrudur. Azərbaycan doğrudur. Teleqraf.
Yəni teleqraf sözünü səhv bölüb teleqraf olmalıdır. Qraf bölünmür, bütöv qalır. B-ni də çıxartdıq. Qalxan burada səhvdir. Olmalıdır qalxanvari. Zəhm ətkeş səhv bölünüb olmalıdır. Zəhmətkeş. Kiloqram burada da səhvdir. Kiloqram olmalıdır. Qram, qraf bu hissəciklər bütöv qalır. Düzgün cavabımız olacaq C variantı. Orfoqrafiyada səhv bölünüb. Müəyyən düzdür. İbrət düzdür. Uzun, saplı doğrudur. Əlamət doğrudur. Lüğət doğrudur. Deməli, variantımız olur C variantı. Növbəti sualda yazılış tələffüzü fərqli olmayan sözləri istəyir. Deməli, təxribat, piyalə, qasırğa elə A variantında olan sözlərimizin hər üçünün tələffüzü və yazılışı eynidir, yəni fərq yoxdur. Digərlərində necə olur? Plakat. Plakat sözündə yoxdur, amma investor, konferans. Konferans sözündə konferans dəyişir. Müsibət, övlad, övladın dısı T-yə keçir, şagirdin dısı T-yə keçir. Dəyişmə var. Şabalıdda D-T dəyişməsi var. Varlı sözü varlı şəklində olur. Dəyişmə var. Limonlu sözü limonlu şəklində olur. Dəyişməsi var. Açıqlıq sözündə də açıqlıq şəklində yenə dəyişmə var. Düzgün variant elə A variantında təxribat, piyalə, qasırğa söz olduğu kimi yazılır və olduğu kimi də deyilir. Növbətidə hansı sözlər yalnız cingiltili samitlər və qalın saitlərdən ibarətdir? Cingiltili samit və qalın sait. Baxsaq, A variantında elə saitlərimiz incədir. Bizdənsə qalın istəyir. A-nı çıxarırıq. B variantında S, T, kar samitlər olduğuna görə bizdən cingiltili istəyir. B variantını çıxartdıq. C variantında yenə S, kar və E-i incə samitlərimiz var. Bizdəkinin əksidir, çıxartdıq. D variantında cingiltili samitlər görürük, amma həm incə, həm də kar samitlər də var. Məsələn, T var, S var, ona görə bunu da çıxarırıq. Yerdə qalır Y variantı. Nazlı, jurnal, nağıl, online. Sözlərdə saitlər ancaq qalındır, samitlərimiz isə ancaq cingiltilidir. Növbəti sualda hansı sözdə kar qarşılığı olmayan samitlərin sayı daha çoxdur? Deməli, burada biz diqqət edirik nəyə? Sözlərin düzgün tələffüz qaydasına, yəni orfoepiyasına. Alatorandan sözü tələffüzdə olacaq alatorandan, sonluğu nan şəklində olacaq və qarşılığı olmayan bir L, bir dənə R, 1, 2, 3 dənə N hərfi olacaq. Yəni 1, 2, 3, 4, 5 dənə. Ümumilikdə 5 dənə qarşılığı olmayan samit olacaq. Yəqin ki, elə variantımız Adır. Digərlərinə də baxaq. Bərabər yanlı, bərabər yanlı olacaq. 1 dənə R, 2 dənə R, 2 dənə N, 4 dənə. Bəli, burada da 4-dür. Səbirsizliklə, səbirsizliklə olacaq. 1 dənə R-mız var. 2 dənə də N-mız var. 3 dənədir. Bunu da çıxartdıq. Əhəmiyyətli olacaq. Əhəmiyyətli L-yə keçəcək. Cəmi 1 dənə samit var. Qarşılıq olmayan. Qaranlıqdan söz isə qaranlıqdan olacaq. 1, 2, 3 dənə qarşılığı olmayan samit var. Variantımız A variantıdır. 5 dənə qarşılığı olmayan samit işlənir. Növbəti 13-cü sualımız. Sualımız uyğunluqdur. Deməli, yazıldığı kimi tələffüz olunur. Tələffüzündə fərq saitlə bağlıdır. Tələffüzdə fərq samitlə bağlıdır. Baxaq. Monolit sözü monolit şəklində tələffüz olunacaq. Yəni, O-lar A-ya keçir. Saitlə bağlıdır. Yazırıq bunu A-nı 2-yə. Həmişə. Həmişə sözündə heç bir fərq yoxdur. Ona görə yazırıq B-ni 1-ə. Küskün. K-C dəyişməsi var. Fərq samitlə bağlıdır. Yazırıq 3-ə. Biraz səliqəli yazaq. Daha sonra gender sözü heç bir dəyişiklik yoxdur. Yazırıq 1-ə. Və mənbə sözündə N, M dəyişməsi var. Bunu da yazırıq 3-ə. Deməli, variantımız olur BD, bir də BD, 3-də CY. Bir də BD, 3-də CY. B variantımız.
Növbəti suala diqqət yetirək. Hansı sözlər düzgün yazılıb? Üzürlü sözü yanlış yazılıb. Tələffüzdə üylərdən biri olmamalıdır. Yazılışda, tələffüzdə daha doğrusu 3 dənədir. Yazılışda 2 olmalıdır. Üzürlü. Üzür şəklindədir. Simfoniya sözündə yazılış m ilədir. S-i-m, foniya. Elmli sözü düz yazılıb. Rastlaşmaq. Rastlaşmaq sözünün t-sı var. Yanlışdır. Təqsirdə q ilədir. Rəhimlidə r-ə-h-m-dır. i yoxdur. Sonra sehirbaz. Sehirbaz düz yazılıb. Dostluq düzdür. Həcmli düzdür. C variantı bizim doğru fikrimizdir. Digər variantlara da baxırıq. Sifariş düz yazılıb. Zəhimli düz yazılıb. Xoşbəxtliyin t-sı yoxdur. Ona görə çıxartdıq. Neftçinin t-sı yoxdur. Bunu da çıxartdıq. Sədirlik düzdür. Müdirdən müdir yox, müdir şəklindədir. Belə, düzgün variantımız oldu C. Deməli, keçək növbəti 15-ci suala. 15-ci sualda bizdən o saytinin tələffüzü ilə bağlı doğru fikirlər istəyir. O saytı kimi tələffüz olunsun və o saytı A kimi tələffüz olunsun. Deməli, baxaq, birinci sözümüzdə Viktorina sözü, qələmi götürək. Viktorina yazılır, tələffüz zamanı olur Viktorina. Yəni, bir də A kimi tələffüz olunur. Bu bizə lazım deyil. İnformativ yazıb informativ deyirik. Yenə A kimi tələffüz olunur. Buradakı O, içini də çıxartdıq. İri tonajlı sözündə isə bəli, O saytı olduğu kimi qalır. Ona görə 3-ü götürürük. Daha sonra A kimi tələffüz olunan lazımdır sağ qrafada bizə. Dosent olur dasent. Dasent kimi tələffüz edirik. 4-ü götürürük. Rapsodiya sözündə rapsodiya O olduğu kimi qalır. Ona görə 5-i çıxardırıq. Və bir də vokal sözüdür. Yazılışda vokal, dedikdə isə vokal olur. Yəni o A-ya dəyişir. Düzgün variantımız olur. 3, 4 və 6 D variantı. Keçək növbəti sualımıza. Növbəti sualımız yenə arfa-ip, yəni sözünün tələffüzü ilə bağlıdır. Düzgün yanlış olanı istəyir bizdən. Düzgün tələffüzlərin içində bir dənəsi yanlışdır. Deməli, burada nə ilə bağlı? Diqqət edilsək, samit qoşalığı ilə bağlıdır. Deməli, samit qoşalığında eyni cinsli samitlərin qoşalığıdır. 9. Biz bilirik ki, qoşa qılar gəldikdə bunların birincisi k-ya keçməlidir. 9. Bu düzgündür. A variantını çıxartdıq. Əlbəttə sözündə t-lardan ikincisi d-ya keçirdi. Bu da düzgündür. Tələffüzü çıxardırıq. C variantına diqqət yetirsək, qoşa qılar. Baxın, A variantı ilə C variantını bir dənə müqayisə edin. A variantında qoşa q var və bunlardan birincisi öz qarşılığına, yəni q k-ya dəyişib. Amma nəqqaş sözündə də yenə eyni şey var. Amma burada birinci yox, burada ikinci q-nı dəyişiblər. Deməli, yanlışlıq C variantındadır. Yadınızdadır, qoşa samitlərimiz var idi. Qoşa t-lar, qoşa p-lar, qoşa q-lar və qoşa ç-lar. Bunlardan hamısı tələffüzdə bir dənəsi öz qarşılığına keçirdi. Hamısında ikincisi keçir. Bir dənə qoşa qılarda fərqli idi. Qoşa qılarda birinci samit dəyişirdi. Deməli, mütərəqqi sözündə də mütərəqqidə yenə birinci k dəyişib, düzgündür. Təşəkkür sözündə isə ikinci c-yə keçib, bu da düzgündür. Yanlış variantımız olur C variantı, nəqqaş. Sonraki digər sualımızda isə hansı sözdə saytla başlayan şəkil çağırtırsaq q-ğı əvəzlənməsi baş vermir. Bunu sadə tapmağın sadə bir üsulu var. Bir dənə saytla başlayan şəkilçi götürüb sözlərə artırmaq lazımdır. Deməli, məsələn, ın və yaxud da a-ə şəkilçisini götürə bilərik. Monoloq, monoloqun dəyişmir. Monoloq sözü alınma söz olduğuna görə dəyişmir. Sondakı q. Məntiq, məntiqin, məntiqə. Burada da dəyişmir. Aşiq, aşiqin, aşiqə və s. dəyişmir. Elə A variantı bizə lazım olan variantdır. Digərlərinə baxaq, sona kimi yoxlayırıq. Bulaq, bulağın, bulağa, yarpağın, yarpağa, qulağın, qulağa. Burada hamısı dəyişir. Beni çıxartdıq. Toyuğun, yaylağa, şərq sözündə dəyişmir. C-ni də çıxartdıq. Hüquqda dəyişmir, məntiqdə dəyişmir. Uşaq sözündə dəyişir. Uşağın, uşağa və s. D-ni də çıxartdıq.
Üfüq sözündə dəyişmir. Aşıq sözündə aşıq, aşığın, aşığa. Baxın, diqqət edin. Aşıq sözündə dəyişir, aşiq sözündə dəyişmir. Və bulaq sözü bulağın, bulağa burada da dəyişir. Variantımız A. Sonraki testimizdə deməli hansı sözdə Ç samiti C kimi tələffüz olunur? Baxaq. Vəkalət. Vəkalətdə Ç olduğu kimi qalır. Örnək olduğu kimi qalır. Müşkül. Bir dənə müşkül sözündə dəyişir. Bu bizə lazım deyil. Bizə hər üçü dəyişməlidir. Mürəkkəb. Qoşa Ç'lardan biri C-yə keçir. Təşkilat. Dəyişir Ç'ımız. Və sürtgü dəyişir. Düzgün variantımız B-dir. Hər üç sözdə Ç samiti C səsinə keçir. Müdrikdə dəyişmir. Peşəkar, karkeş şəkilçiləri olan hissələr dəyişmir. Bir dənə burada mürəkkəb sözündə dəyişir. Çıxartdıq. Vokal sözündə K-dır ümumiyyətlə. Təskinlikdə burada dəyişir. Təşkilatda dəyişir. D-ni də çıxartdıq. Müşküldə dəyişir. Lirikada K səsidir. Məktubda isə X-dirxə keçir. Bunu da çıxartdıq. Düzgün variantımız olur B. Növbəti testimiz hansı söz birləşməsinin aslı tərəfinin son samiti cinciltili tələffüz olunur? Bəli. Söz sonundakı samitin cinciltilimi, karmı olduğunu bilmək üçün biz bilirdik ki, onun özündən sonra gələn sözə və yaxud da şəkilçiyə baxırıq. Əgər özündən sonra samit gələrsə, samit səs gələrsə, bu zaman söz sonundakı tələffüz olunan səsimiz olur kar. Yox, özündən sonra sait gələrsə, bu zaman olurdu cinciltili. Məsələn, A variantına qələmi götürək. A variantında həmrəng güllər. Sonundakı bu G, K kimi tələffüz olunur. Yəni, kar variantı tələffüz olunur. Limonat resepti. Buradakı sondakı D, T kimi tələffüz olunur. Kardır. Soyuq hava X tələffüz olunur. Qıxıya kardır. Qazanc yeri Ç kimi tələffüz olunur. C, Ç dəyişir. Ancaq Y variantında gənc insan C olduğu kimi qalır. Çünki özündən sonra sait gəlir. Düzgün variantımız Y variantı. Növbəti sualımız. Deməli, sözlərlə bağlı düzgün fikri istəyir bizdən. Hansı variantda düzgün fikir verilibdir? Diqqət eləyək, nəhəng sözü. Nəhəng sözü tələffüz zamanı sonundakı bu C-miz keçib olur K. Kar qarşına nəhəng bu şəkildə. Deyir ki, iki incə ələr açıq dodaqlanmayan. Bəli, ələr açıqdır, incədir və dodaqlanmayandır. Bir dənə kar, deməli, bir də bir yox, iki kar samitimiz olur. Çünki H var və K var. Ona görə A variantı yanlışdır. A variantını çıxartdıq. B variantı. Politolog sözü olacaq politolog. A-ya keçəcək və sonundakı da K-ştrix səsi olacaq. Politolog. Bir incə qapalı I saitini deyir. 3 qalın açıq O, A və O-lar deyir. 3 də qalın açıqdır. 2 dənə cingiltili, 2 dənə L-lar var və 3 dənə kar samit P, T və K var. Bəli. B variantında verilən fikirlər hər biri doğrudur. Digərlərinə baxaq, onların da yanlışlıqlarını sübut eləyək. Səssizlik sözünün tələffüzü olacaq səssizlik. D və axırdakı K X-dirxə keçir. 3 dənə incə var, Ə və İ-lər. 3 incə və qapalı deyir. Saitlərimizin üçü də qapalı deyil. Ə açıqdır. Ona görə C variantında da yanlışlıq var. Bacı oğlu. Deməli, bacı oğlu sözünün tələffüzündə bacı oğlu saitin biri düşür. Ona görə elə 4 qalın sait deyil. 4 yox, 3 dənə sait qalır. D variantı da yanlışdır. Ailə sözündə bir dənə Y samit əlavə olunacaq. 2 incə dodaqlanmayan. 2 yox, 3 dənə incə. 2 incə dodaqlanmayan İ, Ə var. Bir dənə qalın var. Və bir cingiltili yox, 2 cingiltili olur. Y əlavə elədiyimizə görə. Y variantı da yanlış. Deməli, növbəti sualımızdan davam edirik. Şəkilçilər hansı bəndəki sözlərə ardıcılıqla artırsaq, ahəng qanunu pozulmaz. Deməli, biz bilirik ki, biz şəkilçiləri sözləri artıran zaman ahəng qanunu qorumalıyıq. Yəni, sözün son saiti hansıdırsa şəkilçi ona uyğun variant olmalıdır. Deməli, baxırıq, lıq şəkilçimiz qalın saitlidir. Biz bunu incə saitlə bitən sözü artıra bilməliyik. Şəkilçilərimizin hər biri qalın saitləndir.
Ona görə biz bunu incə saytlı sözə artıra bilmərik. Məsələn, A variantında yaşıllıq artırsaq pozulmur, bayraqdar, yoldaş, orducah. Elə A variantı uyğun gəlir. A variantında şəkilçiləri, sözləri bir-birinə uyğunlaşdırsaq tam uyğun gəlir. Düzgün variantımız A-dır. Digərlərinə baxaq görək. Uşaqlıq alınır, problem yoxdur. Amma xəzinədar sözünü artırsaq ahəng pozulur ona görə. B variantında xəzinədar sözü çıxır. Eyni zamanda qərar sözündə də ahəng pozulub. C variantında yaxşılıq olur. Amma əməkdar sözü yenə bizdəki şərti pozur. Həmçinin vətəndaş sözü də pozur. Qibləgah sözü də hər üçü ahəngi pozur. Bacılıq alınır. Hesabdar sözündə yenə ahəng pozulmuş olur. Çünki hesab sözünün özündə pozulub. Və yaxud da sirdaş sözündə ahəng pozulur. İbadət sözündə də yenə pozulur. D variantında buna görə çıxdıq. E variantında bağçılıq alınır. Evdar sözündə yenə evincə dar qalanın, ona görə bir də səcdə soy sözündə pozulmur, soydaş olur. Səcdəgah sözünü artırsaq yenə də ahəng pozulmuş olur. E variantı da səhv. Düzgün elə A variantında. Tələffüz baxımından yanlış olanı müəyyən eləyək. Deməli, mühafizə, sevincək xəşdiriklə düzdür. Saqqız sözü variantımız C olacaq. Nəqliyyat sözü düzdür, məntiq sözü düzdür. Biz bayaq demişdik ki, qoşa qılar tələffüz zamanı necə olur? Birincisi keçir öz qarşılığına. Bu şəkildə. Yəni olmalıydı saqqız. K-ya keçməliydi biri. Deməli, növbəti sual hansı fikirlər klasteri tamamlaya bilər? Açıq rəngli sözü tələffüz zamanı nə baş verəcək? Açıq rəngli qımız x-ya keçəcək. Burada deməli q-x dəyişməsi olacaq. Açıq rəngli və c-k dəyişməsi olacaq. 2 yerdə dəyişmə var. Klasterin bir şərtində deyir ki, səs və hərf tərkibi sayca eynidir. Bəli, burada səs artımı və yaxud da səs düşümü olmadığına görə səs hərf tərkibi eynidir. Deməli, keçək variantlarımıza 5 hecadan ibarətdir. Deməli, 5 hecadan ibarət olmağı yanlış fikirdir. Çünki A, I, Ə, İ. Baxsaq 4 sait var. 4 sait varsa 4 dənə heca olmalıdır. Birinci fikrimiz tamamlaya bilmir. Tələffüzündə 2 fərqli məqam var. Bəli, q-x-ya keçir, c-k-ya keçir. Ona görə 2 doğrudur. 2. Ahəng qanunu tabedir. Xeyr, A var, Ə var. İncə qalın bir-birini izləmir. Ahəng pozulubdur. Sözdə 3 qalın, 1 incə sait var. Qalınların sayı A, I. 2 qalın, Ə, İ. 2 incə var. 4 də yanlışdır. Kar və cingiltili samitlərin sayı bərabərdir. Baxaq, Ç, X və K 3 dənə kar, R, N və L 3 dənə cingiltili. Bəli, 2 və 5 doğru cavablarımızdır. Deməli, hansı cümlələrdə ahəng qanuna tabi olmayan bir söz vardır? Cəmi bir dənə söz olmalıdır cümlə daxilində ahəngə tabi olmayan. Dalğavari, bəli, dalğavari sözü ahəngə tabi deyil. Saçları tabidir, gözəl tabidir, görünürdü tabidir. Biri götürürük, bir bizim şərtə uyğundur, cəmi bir sözdə ahəng pozulub. Keçmiş xatirələri, xatirə yenidən canlandı. Bəli, burada da içini də götürürük. Təkcə xatirələr sözündə ahəng pozulub, yenidən canlandı, keçmiş pozulmayıb. 3-ə baxaq. Saxtakarlıq sözü pozulmayıb, etmək pozulmayıb, naqis. Naqis sözündə pozulub, hərəkətdir, insana və insan sözündə pozulub. 3 bizim şərti ödəmir, 2 söz var. 4-ə baxaq. Hər, bir, bunlarda pozulmayıb, nemət pozulmayıb, üçün şükür etmək lazımdır. Burada heç bir sözdə ahəng pozulmayıb. Ona görə çıxartdıq. 5-ə baxaq. Yerin pozulmayıb, cazibə sözündə pozulub, qüvvəsi nəticəsində cisimlər yer tərəfindən cəzb edilir. Bəli, 5 də bizim şərti ödəyir. Bir dənə cazibə sözündə ahəng pozulması var. Qalan heç bir sözdə ahəng pozulmuyor. Düzgün cavabımız olur 1, 2 və 5. 1, 2 və 5. Keçək növbəti sualımıza. Növbəti 25-ci sualımıza diqqət yetirək. Deməli, cədvələ əsasən
bizdən doğru fikirləri istəyir. Pərişanlıq sözüdür. Tələffüz zamanı sözün sonluğu pərişanlıq şəklində tələffüz olunacaq. Pərişanlıq. Deməli, sonluq bu şəkildə olacaq. L, n-yə dəyişəcək. Q, x-yə dəyişəcək. Yəni, iki məqamda dəyişmə var. İnnovasiya sözündə isə innovasiya o, aya dəyişəcək bu şəkildə. Deməli, birincidə 3 kar samit var. Baxaq, p, ş və x-yə keçən q. Bəli, 3 dənə kar samit var. Birinci fikir doğru. Ahəng qanunu pozulub. Baxaq, ə, i və a. Bəli, ahəng qanunu pozulub. İkinci fikir doğru. Yazılış tələffüz arasında 2 fərqli məqam var. Baxırıq, pərişanlıq sözünə bəli, l, n-yə keçir, q da x-yə keçir. 2 fərqli məqam var. 3 də düz. 1, 2, 3 hər üçü düz fikirdir. 4-ə baxaq. Yazılış deyiliş arasında fərq yoxdur bu fikir. Yanlışdır, çünki fərq var. İnnovasiya yazıb innovasiya deyirik. Saytlərin hamısı dodaqlanmayandır. Baxaq, saytlərimizin i, a, i, a, bəli, hamısı dodaqlanmayandır. O, aya keçdiyinə görə dodaqlanan sayt qalmır orada. 5-də doğru fikirdir. Sözdəki n samitlərindən biri tələffüz olunmur. Xeyr, bu da yanlış fikirdir. İnnovasiya, n-ların hər ikisi tələffüz olunur. Qoşa n-ların düşməsi ilə bağlı bir qaydamız yoxdur. Düzgün cavab 1, 2, 3 və 5. Növbəti sualda kar samitlə bitən sözləri istəyir bizdən. Deməli, gəlmişdir sözün tələffüzündə gəlmişdi sondakı r düşür tələffüzdə və sözün sonu saitlə bitir. Ona görə birinci söz bizə şərtimizə uyğun deyil. Rüsvayçılıq sözünün sonu bəli, rüsvayçılıq x ilə bitdiyinə görə 2-ni götürürük. Diqqətlə sözün tələffüz zamanı diqqətlə olur. Yəni sonu n samiti ilə bitir. Bu da cinciltilidir. Bu da şərtimizi ödəmir. Rəngsaz sözünün sonu z samiti ilə bitir. Z cinciltilidir. Şərtimizi ödəmir. Sabitlik sözünün sonu sabitlik xışdırıqla bitir. Şərtimizə uyğundur 2 və 5. Deməli, növbəti sualımızda sözlərə aid uyğunluğu müəyyən eləyək. Uyğunluğumuzda deməli nə var? Sərvqamətli sözündə dəyişiklik nə olacaq? Sərvqamətli. T, d dəyişməsi olacaq. Bir də manipulyasiya sözündə bu birin dəyişikliyi. Manipulyasiya sözündə heç bir dəyişiklik yoxdur. Və 3-də qubarlanmaq sözündə deməli dəyişiklik nə olacaq? Qubarlanmaq l, r-yə keçir. Daha sonra n, m-yə keçəcək. Və bir də q, x-yə keçəcək. 3 məqamda dəyişiklik var. Variantları uyğunlaşdıraq. Yazılış tələffüz arasında 3 fərqli məqam. Bu aiddir 3-ə. A-nı yazıram 3-ə. İncə saytların sayı qalın saytların sayından çoxdur. Baxaq. Bu yəqin ki 1-ə aid olacaq. 1, 2, 3. 3 dənə incə sayt var. Bir dənə qalın sayt var. B variantını yazırıq. 1-ə. Bir incə sayt işlənib. Baxırıq. 1-də 2 dənədir. 2-də də 2 dənədir. 3-də ümumiyyətlə yoxdur. C variantı heç bir variantı 1, 2, 3-ün heç birinə uyğun deyil. C variantını atırıq. D-də yazılış tələffüz arasında heç bir fərq yoxdur. Bu hansı sözə aiddir? Bu manipulyasiya sözünə aiddir. Və Y variantı da D cinciltilidir. Qarşılığı T-dır. D səsi hansında var? D səsi 1-də var. Deməli, yeni də yazırıq 1-ə. Sərvqamətli sözündə T, D-yə keçir. Deməli, 1-ə oldu B, Y, 2-yə oldu D, 3-ə oldu A. Növbəti suallarımız situasiya sualıdır. Deməli, kiçik bir mətnimiz var. Bu mətnimizi oxuyuruq. Mətnimizdə deməli nə var? Qara hərflə verilən söz var. Buradakı xam sözüdür. Üzərində rəqəm olan, daha sonra baxaq görək. Başqa bununla bağlı suallar nələrdir? Deməli, deyir ki, mətnin hissələrini adlandıraq. Aha, mətnin giriş hissəsi var. Yəni, mətnimizin giriş hissəsi bu hissəmizdir. Daha sonra mətnimizin əsas hissəsi var. Əsas hissə başlayır buradan.
Deməli, əsas hissəmiz buradan başlayır və gəlir bura qədər və buradan bu sonraki hissəmiz də bizim nəticə hissəmizdir. Bu hissələri adlandırmaq lazımdır. Bunları da mövzuya uyğun adlandıra bilərik. Məsələn, baxaq, giriş hissəmizdə nədən danışır? Pambıqdan və pambığın yetişməsi, onun hansı şəraitdə yetişməsindən danışılırsa, məsələn, giriş hissəyə yaza bilərik pambığın yetişmə şəraiti və yaxud da pambığın becərilmə şəraiti, forması, üsulları və s. Nəticə əsas hissəmizdə nədən danışır? Pambığın tarixinin, məsələn, pambığın tarixi yaza bilərik və yaxud da qədim dövrlərdə pambıq və yaxud da Qafqaz pambığın vətəni kimi və s. Burada çünki Qafqazda becərilən pambıq, onun tarixi və s. haqqında məlumat verilir. Bəs nəticə hissəmizdə nə var? Deməli, nəticə hissəmizdə isə pambığın deyir ki, məsələn, ən sonunda yazılıb, hazırda Azərbaycanda pambıqçılıq yüksək səviyyədə inkişaf edib. Məsələn, yaza bilərik, bugünkü dövrdə pambığın inkişafı və yaxud da pambığın inkişaf etməsi, günümüzdə pambıq, müasir dövrdə pambıqçılıq və s. Bu fikirlərin hər hansı birini yaza bilərik. Deməli, 29-cu sualımızın mətnin üslubu ilə bağlıdır. Mətnimiz hansı üslubdadır? Publisist. Deməli, mətnimiz publisistik üslubdadır. Ona görə də publisistik üslubun xüsusiyyətlərini bura yaza bilərik. Bunlar hansılardır? Aydınlıq var, anlaşıqlıq var, kütləvilik var, xalq dilinə yaxınlıq var, daha sonra yazılı şifahi olmaq xüsusiyyəti var publisistin, daha sonra mətbuat dili də adlanır, ən geniş üslubdur və s. Bu xüsusiyyətlərdən hər hansı ikisini seçib yaza bilərik. Və növbəti deməli, mətndə işlənən qara hərfli söz bayaq dedik. Buradakı xam sözüdür. Deməli, xam sözü burada yazılıb ki, 100 kiloqram xam pambıq. Deməli, xam pambıq sözün mətndəki mənası nədir? Xam pambıq yəni təmizlənməmiş. Onun içində toxumları, çiyidləri olur. Çiyiddən təmizlənməmiş pambıq mənasındadır. Həmin sözü deməli, məcazi mənada işlətsək, məsələn, xam adam deyə bilərik. Xam adam yəni təcrübəsiz. Bu sözün mənasının izahı da budur. Təcrübəsiz, hər hansı bir işdə təcrübəsi olmayan, başı çıxmayan belə. Bu mənada işlədə bilərik.